Mas təşəbbüsü Gəncə Dövlət Universitetinin tələbələri tərəfindən irəli sürülüb və Qərb bölgəsinin bütün ali təhsil müəssisələri tərəfindən dəstəklənib. Bu universitetdə təşkil olunan ilk toplantıda bildirilib ki, yeni mərkəzin əsas vəzifəsi tələbələrin, eləcə də orta məktəb şagirdlərinin psixoloji hazırlıqla bağlı qayğılarına diqqəti artırmaqda. Bu baxımdan Gəncə Regional Psixoloji Mərkəzi yüksək ixtisaslı psixoloqların da cəlb olunması ilə bölgənin ali, eləcə də orta təhsil müəssisələrində müxtəlif növ psixoloji xidmət və məsləhət təşkil etməyi nəzərdə tutur. Gəncə və Gəncə-Basar bölgəsində regionlarda tibb müəssisələrində, təhsil müəssisələrində həm özümüz praktika məqsədi ilə, həm də məktəblərdə çalışacağıq ki, bu barədə təlimlər keçəcək. İlk seminar məşğələdə həmçinin tələbələrin fəal iştirakı ilə gündəlik həyatımızda üzləşilən müxtəlif psixoloji situasiyalara həsr olunan əyani səhnələrdə nümayiş olunub. Nərminə Məmmədova, Zakir Muradov, Rövşən Əmir Aslanoğlu, Space. Hər günə baxırsınız. Son günlər aramsız yağan yağışlar Salyan rayonunun Beşdəli kəndində problemlər yaradıb. Həyətlərdə yağış sularından hərəkət etmək mümkün deyil.